Biz bəzi vaxt dua edirik, duamız qəbul olmur. Allahdan küsürük, Allahdan inciyirik və giləylənirik ki, mən istədim, Allah vermədi. Mən dua etdim, Allah eşitmədi. Xeyr əzizim, bu yanlış fikirdir. Allah bütün bəndələrini eşidir. Nəinki bəndə danışanda Allah onu eşidir. Allah bəndələrinin qəlbindən keçəni, bəndələrinin ürəyindən keçirdiyindən belə xəbərdardır. Sadəcə olaraq biz istəyə bilmirik, nöqsan bizim özümüzdədir. Yəni Allah bütün bəndələrini eşidir. Əgər mənim bir çətinliyim varsa, mən eyni zamanda Allaha çağırıram, Allaha dua edirəm və eyni zamanda da fikrim başqa bir qapıdadır, başqa bir məxluqun qapısındadır. Əgər mən fikrimi bütün yaranmışların qapılarından cəmləyib Allahın qapısına yönəltsəm, yəqin bilin ki, bir dəfə Allah demək kifayət edər. Onu da görərsiniz ki, Allah öz rəhmət və mərhəmətini bəndəsinə necə nazil edir, dünya və axirət xoşbəxtliyinə həmin bəndəsini qərq edir.